Herkese selamlar. Yeni bir video ile karşınızdayım. Bugün hem Rus dili öğrenenlerin hem de Rus dili öğretenlerin korkulu yuxusuna çevrilmiş hərəkət feillərindən bəhs edəcəm. İlk növbədə hərəkət feilləri nədir? Gördüyümüz hər feil hərəkət feili deyil. Rus dilində hərəkət feili bir nöqtədən başqa bir nöqtəyə baş verən hərəkəti bildirir. Bu hərəkəti gəzərək, nəqliyyatla, qaçaraq, əlimizdə bir şeylər daşıyaraq, sürünərək, üzərək, uçaraq və sair şəkillərdə həyata keçirmək olar. Burada bəzi hərəkət feillərini vermişəm. İstəsəz videonu dondurub onları da götürə bilərsiniz. Belə, hərəkət feilləri iki dənə olacaq. Birinci feil, qırmızı ilə işarələdiyim, hal-hazırda baş verən hərəkətləri bildirəcək. İkinci feil isə geniş zamanda baş verən hərəkətləri bildirəcək. Məsələn, сейчас я иду на работу. Mən indi işə gedirəm. Burada iddi feili hal-hazırda baş verən hərəkəti bildirir. Я каждый день хожу на работу. Mən hər gün işə gedirəm. Burada isə ходить feili təkrarlanan hərəkəti bildirir. Biraz daha genişləndirsək, Куда ты идешь? Я иду на работу. Küçədə qarşılaşdığımız bir insan bizə bu sualı verir. Bu dəqiqə yəni hara gedirsən, hara getməkdəsən? Cavab verərkən də yenə eyni formada istifadə edirik. İndi isə ходить feilinin situasiyasına baxaq. Куда ты ходишь каждый день? Hər gün hara gedirsən? Я каждый день хожу на работу. Mən hər gün işə gedirəm. Bu dəqiqə o heç yerə getmir. Oturub kofesini içir. Hərəkət geniş zamanda baş verir. Bunun üçün ходить feilindən istifadə edir. Burada feillərimizin şəxsə görə dəyişməsi var. İdu, idiyor, idiot, idiom, idiote, idut. Хожу, ходишь, ходит, ходим, ходите, ходит. Yanında ilk kimi oxuyuruq, çünki vurğusuzdur. Davam edək. Bu qayda əgər ingilis dili bilirsinizsə, oradakı zaman anlayışı ilə eynidir. Yəni, iddi feili present continuous kimi davranacaq. Yəni, I'm going to work. Mən işə gedirəm. Yəni, bu dəqiqə işə getməkdəyəm. Ходить feili isə present simple kimi davranacaq. I go to work every morning. Каждое утро я хожу на работу. Hər səhər işə gedirəm. Yəni, hal-hazırda baş verən hərəkət və geniş zamanda baş verən hərəkət rus dilində fərqlənir. Və bu qayda yalnız hərəkət feillərinə aiddir. Normal feillərdə bu cür qayda yoxdur. Məsələn, думать feilini götürək. Думать düşünmək. Сейчас я думаю о ней. Mən indi onun haqqında düşünürəm. Ya часто думаю о ней. Mən tez-tez onun haqqında düşünürəm. Burada iki dənə feil yoxdur. Hər iki situasiyada da думать feilindən istifadə edə bilirik. Belə, örnəklərimizi verək. Мой сын идет в школу. Mənim oğlum məktəbə gedir. Burada başa düşürük. Yəni, hal-hazırda məktəbə gedir. Yəni, burada danışan adam oğlunu görür və deyir ki, mənim oğlum məktəbə gedir. Мой сын ходит в школу. Mənim oğlum məktəbə gedir. Burada başa düşürük. Oğlu artıq məktəbə davamlı olaraq gedir və yaxud da məktəbə gedəcək yaşdadır. Bunu anlaya bilirik. Başqa verək. Ana idет домой пешком. O evə piyada gedir. Bu hərəkət hal-hazırda baş verir. Bir dənə qız görürük və deyirik ki, o evə piyada gedir. Ana ходит домой пешком. O evə piyada gedir. Burada başa düşürük. Yəni, o evə həmişə piyada gedir. Məsələn, və yaxud da ki, köməkçi sözləri istifadə edə bilərik. Ana всегда ходит домой пешком. O həmişə evə piyada gedir. Ana часто ходит домой пешком. O evə tez-tez piyada gedir. Bu şəkildə istifadə edə bilirik. Davam edək. Ты идешь слишком медленно. Sən çox yavaş gedirsən. Ты всегда ходишь медленно. Sən həmişə yavaş gedirsən. Başqa verək. Ребенок идет к маме. Uşaq anasına tərəf gedir. Hal-hazırda gedir. Ребенок уже умеет ходить. Uşaq artıq yeriməyi bacarır. Burada ümumi zamanda verir. Yəni, yeriməyi bacarmaq yenə də ходить feilindən istifadə olunacaq. Eyni qayda ехать, ездить feillərinə də aiddir. İddi, ходить nədirsə, ездить, ехать da o məntiqləndir. Sadəcə burada hərəkət nəqliyyatla baş verir. Burada maşın olması vacib deyil. Velosiped də ola bilər, at da ola bilər, digər nəqliyyat vasitələri də ola bilər. Örnək verək. Я еду в Баку. Mən Bakıya gedirəm. Bu dəqiqə maşında Bakıya gedirəm. Я часто езжу в Баку. Mən tez-tez Bakıya gedirəm. Artıq bu hərəkət davamlı olaraq baş verir. Bu dəqiqə oturmuşam,
və kofemi içirəm. Və dostuma deyirəm ki, mən tez-tez Bakıya gedirəm. Bunu təkrar edirəm. Ona görə də burada yezdit feilindən istifadə edirik. Bu feillərimizdə şəxsə görə dəyişək. Yedu, yedir, yedit, yedim, yedite, yedut. Yejdu, yezdir, yezdit, yezdim, yezdite, yezdit. Bu şəkildə şəxsə görə də dəyişirik. Davam edək. Он едет на работу. O işe gedir. Bu dəqiqə maşınına oturub və işe gedir. Он каждый день ездит на работу на метро. O hər gün işe metro ilə gedir. Metroda gedir. Hər ikisi ola bilər. Он едет домой на metro. O evə metroda gedir. Он ездит домой на metro. O evə metro ilə gedir. Bunun fərqi nədir? Məsələn, он едет домой на metro. Yəni bu dəqiqə o evə metroda gedir. Görürük və deyirik ki, bu dəqiqə gedir, getməkdədir. Он ездит домой на metro. Burada da başa düşürük. Davamlı olaraq evə metroda gedir. Metro ilə gedir. Hər ikisi ola bilər. Davam edək. Мы едем к бабушке. Biz nənəmgilə gedirik bu dəqiqə. Мы каждое лето ездим к бабушке. Biz hər yay nənəmgilə gedirik. Bu şəkildə. Əgər deyək ki, мы едем к бабушке, biz nənəmgilə gedirik. Bu dəqiqə bu hərəkət baş verir. Hal-hazırda maşınımıza oturmuşuq və gedirik. Мы каждое лето ездим к бабушке. Burada başa düşürük. Bu hərəkət davamlı olaraq baş verir. Təkrar. Bu dəqiqə getmirik. Bunu geniş zamanda edirik. Davam edək. Eyni qaydada бежать, бегать. Eyni məntiqlə istifadə olunur. Məsələn, я бегу домой. Mən evə qaçıram. Bu dəqiqə evə qaçıram. Я часто бегаю по утрам. Mən tez-tez səhərləri qaçıram. Ya da səhərlər tez-tez qaçıram. Burada begu bu dəqiqə qaçıram. Begаю davamlı olaraq qaçıram. Təkrar. Məsələn, şəxsə görə dəyişməsinə baxaq. Begu, бежишь, бежит, бежим, бежите, бегут. Begаю, begayish, begayit, begayim, begayte, begayut. Bu şəkildə istifadə edirik. Örnek verək. Он бежит за автобусом. O avtobusun dalınca qaçır. Bu dəqiqə bu hərəkəti eləyir. Он каждый день бегает в парке. O hər gün parkda qaçır. Baxın, bunu hər gün eləyir. O birisində isə hərəkət hal-hazırda baş verir. Davam edək. Ты бежишь слишком быстро. Sən sürətli qaçırsan. Yəni bu dəqiqə sürətli qaçırsan. Yanında biri qaçır və ona deyirsən ki, sən sürətli qaçırsan. Ты всегда бегаешь быстрее всех. Sən həmişə hamıdan sürətli qaçırsan. Bunu isə geniş zamanda verir. Davam edək. Ребенок бежит к маме. Uşaq anasının yanına qaçır. Bu dəqiqə bu hərəkət edir. Davam edək. Litet, litait. Uçmaq. Yenə də eyni məntiqlə istifadə olunur. Я лечу в Турцию. Mən Türkiyəyə uçuram. Bu dəqiqə bu hərəkət edirəm. Я часто летаю в Турцию по работе. Mən işlə əlaqədar Türkiyəyə tez-tez uçuram. Bunu təkrar edirəm. Davam edək. Лечу, летишь, летит, летим, летите, летят. Летаю, летаешь, летает, летаем, летайте, летают. Başqa örnəklər verək. Куда ты летишь? Sən hara uçursan? Bu dəqiqə. Куда ты обычно летаешь летом? Yayda adətən hara uçursan? Bunu təkrar edirsən. Geniş zamanda verir. Ona görə də litait feilindən istifadə edir. Məntiqi hamısında eynidir. Davam edək. Мы летим домой завтра утром. Biz sabah səhər evə uçuruq. Sabah səhər bir dəfə olacaq. Мы любим летать на самолетах. Biz təyyarələrdə uçmağı sevirik. Bu ümumi bir şey olduğuna görə burada litait feilindən istifadə olunur. Çünki təkrar olan bir prosesdir. Davam edək. Птица летит очень быстро. Bu dəqiqə quşu görür və onun sürətli uçduğunu deyir. Hərəkət bu dəqiqə baş verir. Эта птица летает очень высоко. Bu quş çox hündür uçur. Bu isə ümumi olaraq götürür. Yəni xarakteristikası olaraq bu quşun hündürdən uçmasını götürür. Bu qaydaları öyrənməklə birlikdə artıq feillərimizi orta səviyyədə öyrənmiş oluruq. İləri səviyyə keçmək üçün isə hər feili önlükləri ilə birlikdə də öyrənmək lazımdır. Burada qayda o qədər də çətin deyil. Feillər müxtəlif önlüklərə artırılır və bu önlüklərlə birlikdə başqa mənalar qazanır. Məsələn, v və ya da va önlüyü artırıldığı zaman
içəri mənasını verir. Məsələn, itdi, getmək. Vaydi, içəri getmək və ya da girmək, daxil olmaq kimi çevirə bilirik. V, çölə. Выйти, çölə getmək, çölə çıxmaq da deyə bilərik. Pri, çatmaq. Priti, gedib çatmaq və ya da gəlib çatmaq. U, tərk etmək. Məsələn, uyti, tərk edib getmək. Za, baş çəkmək, qısa bir müddətliyə bir yerə getmək. Zayti, baş çəkməyə gəlmək, belə bir məna verə bilər. Atayti, yanından getmək. Padayti, yanına getmək. Dayti, yanına qədər getmək. Bu şəkildə istifadə edə bilirik. Bu məntiqlə digər hərəkət feillərinə də bu önlükləri artırdığımız zaman bənzər mənalar alınır. Məsələn, bежать, бегать, qaçmaq. Выбежать, içəri qaçmaq. Выбежать, çölə qaçmaq. Прибежать, qaçaraq bir yerə çatmaq. Убежать, qaçaraq bir yeri tərk etmək. Забежать, qısa müddətliyə bir yerə getmək, bir yerə baş çəkmək. Отбежать, yanından qaçmaq. Подбежать, yanına qaçmaq. Добежать, bir yerə qədər qaçmaq. Bu şəkildə istifadə edirik. Daha da irəli səviyyə getmək üçün hər feilin artıq ayrıca işlənmə situasiyalarını öyrənməliyik. Məsələn, войти feilini götürək. Войти feili normalda nədir? Girmək, daxil olmaq. Məsələn, войти в комнату, otağa girmək, otağa daxil olmaq. Вошел в комнату, otağa girdi. Bunun feili şəxsə görə, zamana görə də əlbəttə ki, açmağı bacarmalıyıq. Он тихо вошел в комнату, чтобы не разбудить детей. O uşaqları oyatmamaq üçün sakitcə otağa girdi. Bir də войти feilinin yan mənaları olacaq. Hər feilin əslində yan mənaları var. Məsələn, войти в доверие, etibarını qazanmaq. Artıq burada войти feilinin girmək, daxil olmaq mənası öz əhəmiyyətini itirir. Burada cümlələrə yönəlirik və bu cümlələrə yönəlməyi öyrəndiyimiz zaman gerçək irəli səviyyə ola bilirik. Örnəklərimizi oxuyaq. Он специально был вежливым и внимательным, чтобы войти в доверие к бабушке. Artıq войти в доверие, etibarını qazanmaq. Və yaxud da ki, выходить в доверие də ola bilər. Такие люди сначала выходят в доверие, а потом пользуются этим. Yəni də burada войти olursa, выходить niyə olmasın? Çünki onun qarşılığıdır. Bir-birlərinin yerinə işlənə bilirlər. Yerinə görə, zamana görə. Aralarında sadəcə fərq var. Davam edək. Войти в привычку. Adət halına almaq. Он сначала делал это из вежливости, а потом уже вошло в привычку. Başqa verək. Проверять почту каждое утро вошло в привычку. Hər səhər poçtu yoxlamaq adət halını aldı. Bu şəkildə istifadə edirik. Войти в привычку artıq adət halını almaq. Hər feilin bu cür yan mənaları olacaq. Feilləri öyrəndiyimiz zaman bu cür mənalarına da diqqət edirik. İrəli səviyyəyə gəldiyimiz zaman artıq söz tərcümə edə bilmirik. Artıq burada ifadələrə yönəlib, onları tərcümə edib, onları anlamamız lazımdır. Bunları elədiyimiz zaman rus dilində gerçək irəli səviyyəyə çata biləcəyik. Dərsimiz bu qədər. Dərsin PDF formasını yenə Telegram kanalımıza yerləşdirəcəm. Onu da oradan götürüb istifadə edə bilərsiniz.